أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم وبه نستعين إنه خير ناصر ومعين وصلى الله على سيدنا ونبينا وحبيب قلوبنا وشفيء ذنوبنا أبي القاسم محمد المصطفى صلى الله عليه وعلى آله الطيبين الطاهرين المعصومين ولعنة الله على أعدائهم أجمعين من الآن إلى لقاء يوم الدين. أعوذ بالله من الشيطان الرجيم واتقوا الله ما استطعتم صدق الله العلي العظيم. Peyğəmbər ali Peyğəmbərə salavat zikr edək. Bəli əzizlər, elə bir günlərdir bu günlər, həqiqətən də tapılmayan, əvəz olunmayan günlərdir. Bu günlərin qədrin gərək hər birimiz bilək. Həm mübarək cümə günüdür, həm də ki Rəcəb ayının cümə günüdür. Bunların hər birinin üstünlüyü var, fəziləti var ki, insan dünyada bunların qədrini bilməlidir, dəyərini bilməlidir. Allah rəhmət eləsin, Şeyx Səduq Fəzailul Əşhuris Səlasə kitabında gətirir, deyir ki, 3 ayın fəzilətləri adlı kitabıdır. Orada gətirir, deyir ki, qiyamət günü nida olunacaq. Hardadır Rəcəbiyyun, yəni Rəcəb ayının ibadətlərini eləyən. Hardadır Rəcəb ayının ehtiramını gözləyənlər. Hardadır Rəcəb ayında oruç tutanlar. Rəcəb ayında sədəqə verənlər. Bu başqa heç bir ay barədə bu söz gəlməyib. Baxmayaraq ki, Ramazan ayı kimi üstün ay yoxdur, ayların ən üstünü Həzrəti Peyğəmbər salavatullah Şabaniyyə xütbəsində buyurur. Ayların ən üstünü gəlir, yəni mübarək Ramazan ayı. Onun günləri ən üstün günlərdir, gecələri ən üstün gecələrdir. Qədir gecəsi elə bir gecədir ki, 1000 aydan üstündür, əfzəldir, amma Ramazan ayı barəsində belə bir cümlə gəlməyib. Hardadır Rəcəbiyyun? Hardadır Rəcəb ayının ehtiramını gözləyənlər və saxlayanlar, hörmətini saxlayanlar? Buyurur ki, həmən insanlar gələndə Allah onlara xüsusi hörmət eləyəcək və mələklərə göstəriş verəcək ki, minlərlə mələklər onları dövrüyə alsın, onların, mələklərin əhatə dairəsində gəlsinlər, behişdə daxil olsunlar. Həmin bu Rəcəb ayının ibadətlərini eləyənlər. Həzrəti İmam Sadiq əleyhissalamın səhabələrindən biri Salim idi adı. Oğlu nəql eləyir, deyir, atam bir gün gəldi Həzrəti İmam Sadiq əleyhissalamın yanına. İmam Sadiq əleyhissalam ona sual verdi. Sual verdi ki, sən oruç tuttun bu ayda? Həl sumtə fi hazə şəhr şey'a? Ən azı bir neçə gün, nəsə bir oruç tuta bildin bu ayda? Deyir, Rəcəb ayının axırları idi. Artıq Rəcəb ayının sayılı günləri qalmışdı. Deyir, qultullah vəllah yəbnə Rəsulillah. Deyir, atam dedi ki, atasından nəql eləyir. Salim deyib ki, ey Allahın Peyğəmbərinin əziz övladı, mən heç nə tutmamışam. Oruç tutmamışam bu ayda. Qalə lilləqəd fatəkə minəs-səvabi ma la ya'ləm məbləğəhu illəllah əzzə və cəl. Deyir ki, sən elə bir savab əldən buraxmısan, itirmisən ki, elə bir savabı sən itirmisən ki, onun dəyərin və qiymətin Allahdan başqa heç kəs bilmir. Bunu nə mələk hesablaya bilər, nə imam hesablaya bilər, nə Peyğəmbər hesablaya bilər. Peyğəmbərin övladı deyir. Həzrət İmam Sadiq əleyhissalam buyurur. Buyurur, elə bir savabı əldən buraxmısan, əldən vermirsən ki, Allahdan başqa heç kəs onun dəyərini bilmir, onun qiymətini bilmir. İnna hâzəş-şəhr qad fəddaləhullah. Bu ay elə bir aydır ki, Allah bu ayı çox üstün yaradıb.
və əzzəmə hurmətəhu və əvcəbə lis-saiminə fihi kəramətə. Buyurur, bu ay elə bir aydır ki, Allah bu ayı əzəmətli yaradıb. Hörmətin, ehtiramın əzəmətli eləyib. Və oruç tutanlar üçün bu ayda öz kəramətin vacib eləyib. Ki, bir nəfər mübarək Rəcəb ayında oruç tutar, deyir, Allah öz kəramətin, ehtiramın o insana, hörmətin vacib eləyib özünə. Ki, buyurur, bu balaca bir söz deyil. Həzrət İmam Sadiq əleyhissalamın bu sözü. İnsan düşünsə, mən üstündən keçirəm bunları, amma bunlar düşünüləsi cümlələrdir, fikirləşiləsi cümlələrdir. Təsəvvür elə, Allah insana vacib eləyib nəsə, orucu, namazı, ibadəti, bəzi işləri. Bəzi vacibatlar vardı, insana vacibdir. Allah insanın üzərində hökmranlıq eləyə bilir. Ona görə vaciblər eləyib. Bir qrup işləri qadağan eləyib. Deyir, haramdır, olmaz. Yaxşı, nə məcbur eləyir ki, Allah özü-özünə vacib eləyən nə isə? Bəzi işlər var ki, Allah özü-özünə məcbur eləyir, vacib eləyib. Buyurur, Allah bu ayda oruç tutanlara özünün ehtiram eləməsin, hörmət eləməsin, kəramət eləməsin, vacib eləyib özünə. Qalə qultu ləhu yəbnə Rasulillah fəin sumtuma mimma bəqiyə şeyən həl ənalu fəvzən bi ba'də fəvais saiminə fi. Deyir, mən dedim, Salim deyir. Deyir, mən dedim, ey Peyğəmbər övladı, indi bu qalan hissədən bir neçə gün qalıb, bu günlərdən bir neçə gün oruç tutsam, nəsə əldə eləyə bilərəm bu oruç tutanların fəzilətindən? Bir şeyə nail ola bilərəm? Fəqalə ya Salim, mən samə yevmən min axiri hâzəş şəhr, kanə zâlikə əmanən ləhu min şiddətis səkəratil məvt. Deyir, Həzrət buyurdu, dedi, ey Salim, əgər hər kəs bir gün bu ayın axırında, sonuncu günlərindən bir günün orucunu tutsa, ölümün məstliyi və çətinliyi ki, Allah hər birimizə yaşadacaq onu. Amma yaxşı formada yaşasın inşallah. Çünki hamı canı tapşıracaq. Kullu nəfsin zaiqətul mevt. Hər kəs ölümü dadacaq. Bu elə bir daddır ki, hər bir şəxs onu dadmalıdır. İnnəkə meyyitun və innəhum meyyitun. Peyğəmbərin Allah təala buyurur, ey Peyğəmbər, sən də öləcəksən, onlar da öləcək. İnsanın ölümü yəqinidir, amma necə ölməyi insanın əməl və rəftarından asılıdır. İnsanın rəftar və həyat tərzindən asılıdır. Necə yaşamısan, elə ölürsən. Necə görsənirsən, elə ölmürsən. Görsəndiyin kimi ölmürsən, yaşadığın kimi ölürsən. Buna diqqət eləmək lazımdır. Bir var, mən görsənəm, özümü üzdə yaxşı göstərəm. Ölümüm görsəndiyim kimi olmayacaq. Ona görə Allah istəyir insanı daxildən paçlasın. İnsanın yaşam tərzi necədir? Necə yaşayır, öləndə də o cür olacaq. Ona görə Həzrət buyurur, ölümün o məstliyi var. Elə bir məsli, səkaratul mevt. Məsumlar Allaha sığınıblar həmən vaxtdan, həmən zamandan. Deyir, həmən zamanda Allah bir dənə əman verəcək onun əlinə. Ki, bu əmin amanlıqdır. Elə bil bir sənəd verəcək ki, sən artıq əmin əllərdəsən. Sən problem gəlməyəcək sənin başına. Sənin üçün çətin keçməyəcək. Və əzabil qəbr. Və qəbr əzabından qurtulmaq üçün bir əman verəcək sənə, əmannamə verəcək sənə. Fəqalə ya Salim. Və ardıca buyurur və mən samə yevmeyn min axiri hazəş şəhr. Bu ayın axırında 2 gün hər kəs oruç tutsa, kanə ləhu bizalikə cəvazun aləs-sirat. 2 gün oruç tutsa bu ayın sonunda, axırında Allah ona sirat körpüsündən keçmək üçün vərəqə verəcək. Bu sirat körpüsündən rahat keçə biləcək. Və mən samə səlasətə əyyamin min axiri hazəş şəhr.
əminə yevməl fəza'il əkbər. Buyurur, hər kəs bu ayın sonunda 3 gün oruç tutarsa, 3 gün oruç tutarsa, ən böyük bəla günü, fəza'ul əkbər, qiyamətin ağrılı, acılı, o dəhşətli gününə işarədir. Qiyamətin adıdır fəza'ul əkbər, yəni böyük bir müsibət. Həmin böyük müsibət günündə Allah Taala ona o dəhşət və cəhənnəm qorxusundan, o cəhənnəmin şiddəti, qiyamət gününün şiddəti və müsibətindən amanda saxlayar. Bu ayda hər kim son günlərində 3 gün oruç tutarsa. Həzrəti İmam Sadiq əleyhissalamın bu sözü səhabələrindən biri Salimə ünvanlanıb. Amma Şeyx Səduq rəhmətli bunu gətirir elə həmin kitabda. Bu günlərin o qədər əhəmiyyəti var ki, Həzrəti Peyğəmbər salavatullah buyurur, Rəcəb Allahın ayıdır. Rəcəb ayı Allahın ayıdır. Niyə Allahın ayıdır? Çünki bir nəfər Rəcəb ayında oruç tutmaq vacib deyil axı. Bəzi əməllər var, o vacib edilməyib. Amma könüllü bu işi görən insanlara, necə ki, hardadır Rəcəb ayının ehtiramını gözləyənlər, o hədisdə buyurulur, bugün siz vacib edilmədiyi halda oruç tutdunuz. Vacib edilmədiyi halda yaxşı işlər gördünüz. Buna görə siz buna layiqsiniz. Bu söz deyiləcək onlara. Başqa sözlə desək, insan öz məşuquna yaxşı görsənmək üçün bu ayda özün nizam-intizama salmalıdır. Öz məbudunun gözündə yaxşı görsənsin deyə. Vacib deyil, amma bir insan ən çox sevdiyi insanın gözündə yaxşı görsənmək üçün özün nə bir vəziyyət deyirsən salar, hansı bir hal deyirsən salar həmin hala. Mən o gün də bu misalı vurdum məclisdə. Görürsən, bəzən bir nəfər yaşlı kişidir, babadır. Nəvəsi deyir ki, gəl iməklə yerdə, mən də sənin belinə çıxım, əyləşim. Görürsən, böyük kişidir, yaşlı kişidir. İmək eləyir, o tərəfə, bu tərəfə gedir. Nəvə də gülür, sevinir. Çünki sevir nəvəsin. Nəvəsinin gözündə yaxşı görsənmək üçün, o şad olmaq üçün, o şənlənməyi üçün onun özün elə bir vəziyyətə salır. Başqa yerdə o vəziyyətə salsaydı, alçalmış olardı. Amma orada alçalmır, yüksəlir. Görürsən, insanın düşdüyü o vəziyyətlər fərqlidir də. Bəzi yerlər var ki, insan alçalır eyni işi görəndə. Bəzi yerdə insan yüksəlir eyni işi görəndə. Allah ona görə buyurur Rəcəbiyyun, yəni Rəcəb ayının ehtiramını saxlayanlar üstündür. Allah bu ayda o əməlləri vacib eləməyib. Amma insan Allahın gözündə ucalsın deyə özün onun baxışlarına uyğun nizamlayır. Buna görə bu insanın xüsusi hörməti var Allah qatında. Bu insanın xüsusi dəyəri var Allah qatında. Həzrəti Peyğəmbər salavatullah buyurur, Rəcəb ayı ümmətimin istiğfar ayıdır. Bu ayda çox istiğfar eləyin. Allahdan bağışlanmaq istəyin. Deyin, ilahi, bağışla məni, səhvim var, xətam var, yanlışlığım var. Ya mən ərcuhu li kulli xeyr və amənu səxətəhu ində kulli şər. Ey o Allah ki, bütün yaxşılıqlar ondandır. Yaxşılıqları sən kimdən gözləyirsən? O Allahdan ki, bütün yaxşılıqlar ondan gözlənilir. Və amənu səxətəhu ində kulli şər. Bütün şərlər də onun vasitəsilə bizdən kənarlaşır, uzaqlaşdırılır. Amanda saxlanılır. O Allah ki, hər bir gözəlliyi verir. فَإِنَّهُ غَيْرُ مَنْقُوسٍ مَا أَعْتَيْتِ. İlahi, verdiyin hər bir nemət qüsursuzdur, gözəldir. İlahi, nə vermirsən mənə?
nə vermisənsə hamısı gözəldir. Nə vermisənsə hamısı qüsursuzdur. Qüsurlu eləyən bizik, biz ol işləri, həmin nemətləri qüsurlu eləyirik. Allahın verdikləri hamı gözəldir, hamı dəyərlidir. Elə bir nemətdir ki, o insanın əlində olduğu təqdirdə insan dünyaları fəth eləyər. Ən yüksək zirvələri fəth eləyər. Amma insan onlardan məhrum olur çox zaman. فَإِنَّهُ غَيْرُ مَنْقُوسٍ مَا أَعْتَيْتِ فَزِدْنِ مِنْ فَضْلِكَ يَا كَرِيمِ. Ey hörmətli, ey kəramət əhli, mənim üçün artır bu verdiyin nemətləri. Mənim üçün çoxald bu verdiyin nemətləri. Bu da Rəcəb ayının hər namazdan sonra oxunan dualarından biridir. Ki deyir, ilahi verdiklərin hamısı qüsursuzdur, hamı gözəldir, hamı tamdır, kamildir. Və bu kamil nemətləri mənim üçün çoxald, artır ki, mən onlardan istifadə eləyim, daha da yüksəyə ucalım. Həzrəti Peyğəmbər salavatullah buyurur, bu ay istiğfar ayıdır, bağışlanmaq ayıdır. Hər kəs bu ayda Rəbbinə çoxluca istiğfar eləsə, tövbə eləsə, Allah onu bağışlayar. Bu ayın adlarından biri də əsəbdir. Əsəb yəni tökülən. Yəni günahlar tökülür bu ayda. İnsanın nə qədər günah yükü var, hamısı bu ayda tökülər. Allahın rəhməti bu ayda Həzrət Peyğəmbər buyurur, ümmətimə şamil olur. Bu ayda ilahi rəhmət bütövlükdə ümmətimin üzərinə tökülür. Ona görə bu ayın adı Əsəbdir. Həzrəti İmam Sadiq əleyhissalamın dönəmində İmam Həsənin oğlu Həsən-i Müsənna. Həsən-i Müsənnanın xanımı Fatimə idi. Bəzi tarixi rivayətlərə görə Həbibə idi adı. O İmam Sadiq əleyhissalama da süd verib. Yəni İmam Sadiq əleyhissalamın süd anasıdır həm də. Onun bir oğlu var idi, Davud. O xanımın adı Ümmü Davud kimi tarixə düşüb. Əgər baxsız, görərsiniz, Məfatihül Cinanda Ümmü Davud duası var. Ümmü Davud duası. Deməli, ikinci xəlifələrdən olan Abbasinin ikinci xəlifəsi Mənsur Dəvaniqi. Onun xilafəti dövrüdür. Həmin bu Ümmü Davudun oğlu Davudu və onunla birlikdə qohum əqrəbaların hamısını zindana salıb. Zindandadır. Günlərin bir günü xanım Fatimə, yəni Ümmü Davud, həmin o xanım, Həsən-i Müsənnanın həyat yoldaşı, İmam Həsən əleyhissalamın belə deyək də gəlini. Gəldi İmam Sadiq əleyhissalamın xəstəliyini eşitdi ki, İmam Sadiq əleyhissalam xəstələnib. Gəldi imama baş çəkməyə. İmamın həm süd anasıdır. Və əyləşdi, biraz söhbət edəndən sonra İmam Sadiq əleyhissalam buyurdu, bəs Davud necədir? Dedi, Davud o da zindanda. Dedi, yaxşı, dua elə onun üçün. Özdə kimi görürdü, o xanım dua elətdirməyi. İstəyirdi dua eləsin oğlu üçün ki, oğlu azad olsun, qurtulsun. Allah bütün müşkülü çətinliyi olanların, müşküllərin, çətinliklərini həll eləsin. İmam Sadiq əleyhissalam dedi, yaxşı, qarşıdan Rəcəb ayı gəlir. Rəcəb ayında bu duanı niyə oxumursan ki, Allah onu azad eləsin? Naümiddir. Digərləri kimi oğlu da öləcək. Belə fikirləşir. Neçə illərdir o xanım ağlayır, əziyyət çəkir. Və bilir ki, oğlu da öləcək. Sadəcə Allahdan ümidini üzmür. İmam Sadiq əleyhissalama dedi, sənin süd qardaşındır, onun üçün dua elə ki, azad olsun. İmam dedi ki, qarşıdan mübarək Rəcəb ayı gəlir. Niyə? Xüsusi əməlləri var, duası var, o duanı oxumursan. Həzrət bunu deyəndən sonra dedi, o hansı duadır?
Başladı həmin o xanıma, xanım Fatimiyə, adı Fatimə ya Həbibə. O xanıma başladı bu duanın qaydalarını öyrətməyə. Ki, dedi, 3 gün oruç tutmalısan. Rəcəb ayının 13-cü günü, 14-cü günü və 15-ci günü. 3 gün oruç tutursan. Və 3-cü günü, yəni Rəcəb ayının 15-ci günü zöhr namazından əvvəl, zöhr namazına az qalmış qüsul verirsən. Qüsul verəndən sonra zöhr namazından əvvəl 8 rəkət, 4 dənə 2 rəkət, 2 rəkət namaz qılırsan. Və namaz qılırsan, sonra zöhr, əsr namazlarını qılandan sonra bir dəfə də o namazı təkrar qılırsan. Və üzü qibliyə bəzi surələr var Quranda, düzdür, biraz vaxt aparan surələr var, biraz vaxt aparacaq. Amma üzü qibliyə həmin duanı oxuyursan. Dua çox da uzun bir dua deyil. Yəni belə deyə də bir 2-3 səhifədən ibarət təqribən. O duanı oxuyursan və o duadan sonra Allah sənin bütün problemlərini həll edəcək. Hə, imam bir dənə də söz deyir. Deyir, bu qəbul olunmuş duadır. Dua nə zaman qəbul olur? Duanı eləyəndən sonra da. İmamın bu sözü o xanıma təsəlli oldu. Dedi, bu dua qəbul olunmuş duadır. Yəni, özünə ardıca dedi ki, bu duanı ehtiyatlı ol, hər adama öyrətmə. Hər adama demə bu duanı. Allahdan pis bir iş istəmək üçün bu duadan istifadə eləyərlər, o duanın ehtiramını Allah qəbul eləyər. Görün necə bir duadır. Bunu İmam Sadiq əleyhissalam bu xəzinənin açarını verir bizlərə, insanlara, bəşəriyyətə. Ki, insan rabitəsini bu aylarda Rəbbi ilə biraz əlaqələrini möhkəmləndirməlidir. Dedi, çalış, çəkil elə bir yerdə duanı elə, ibadətinlə məşğul ol ki, Allahla rabitədə bir xələl gəlməsin, fikrin yayınmasın, dağılmasın. Və sonra istəklərini Rəbbindən istə. Və bu xanım belə də elədi. Elə mübarək Rəcəb ayının 15-ci günü, 13, 14, 15-ci günləri oruç tutdu, həmin namazları elədi, qıldı, bu duanı oxudu. Və bir müddət keçməmişdi ki, hətta yazırlar, ən surətli mini ilə Küfədən ora nə qədər vaxta gəlib çatılar, həmin müddətdə oğlu gəldi o xanımın yanına, qovuşdu. İndi soruşur oğlundan necə oldu? Oğlu deyir, heç nə, narahat idim. Çox narahat idim. Heç ümidim yox idi. Özdə zindanın elə bir hissəsində idim ki, ən ağır cəzalar orada verilirdi. Yatdım, gecənin bir aləmi idi. Gəldi keşikçilər, nəzarətçilər. Dedilər ki, sən istəyir, xəlifə sən istəyir. Deyir, mən də çıxdım zindandan, gətirdi. Deyir, göstəriş verdi ki, bunu ən sürətli gedən bir miniyə qoyun, tez bir zamanda evlərinə getsin. Şeyx Səduq həmin kitabda, yəni Fəzailül Əşr Səlasə kitabında bir hissəsini nəql eləməyib, amma başqa bir kitabda həmin hissəni nəql edir. Özü deyir, bu hissəni filan kitabına müraciət edin, orada qeyd olunub. Və digər kitablarda da, dua kitablarında da qeyd olunub. Deyir, indi bu xanım oğlun götürdü, gəldi İmam Sadiq əleyhissalamın yanına. Deyir, oğlan da deyir, mən bilmirəm həmin o Davud. Deyir, bilmirəm nə oldu, nə baş verdi, sir nə idi, məsələ nə idi, amma mənə dedi ki, təcili o insanlara, ətrafındaşlara dedi, tez bir zamanda bu öz yaşadığı yerə çatsın, anasına qovuşsun. Deyir, İmam Sadiq əleyhissalam təbəssüm elədi, dedi, bilirsin necə idi, necə oldu? O yatmışdı. Gecənin bir aləmində Mövla Əli ibn Əbi Talibi yuxuda gördü. Həzrət Əli əleyhissalam ona dedi, görürsən bu aşağı ayağımın altın? Dedi, görürəm.
Deyir, bax, bura oddan böyük bir dəryadır, od dəryasıdır. Əgər mənim övladımı azad eləməsin, səni ora atacam. Onun qorxusundan oyanan kimi dərhal həmin insanı çağırtdırır, həmin o Davudu çağırtdırır və deyir ki, bunu azad eləyin və tez bir zamanda ünvanına çatdırın. Təcrübə olunmuş dualardandır ki, kim üçün uyğun olsa bu kitab və bu dua müəyyən şərtlərdə inşallah məclisdən sonra demək olar. O şəraitin də demək olar. Ki, biraz surələr var, o surələri oxuyursan, sonra bu duanı zikr edirsən. Dua kitablarında da var o. Elə təfsilatı ilə, Məfatihül Cinanda və digər dua kitablarında Ummu Davud duası bu adla adlanıb. Çünki Davudun anasına öyrədir Həzrət İmam Sadiq əleyhissalam. O duanı eləyir, ibadətlərini eləyir və oğlu azad olub gəlir ona qovuşur. Rəcəb ayının fəziləti bu qədərdir. Rəcəb ayının ehtiramı bu qədərdir. Həzrət buyurur Əli ibn Əbi Talib əleyhissalam, hər kəs bu ayda sədəqə versə Allah yolunda, kiçik bir sədəqə, fərqi yoxdur, dəyəri nədir, necədir, hansı ölçüdədir, Allah onu hər iki dünyada qoruyar. Və hətta bir söz var, özün xilas eləyər cəhənnəm odundan. Bu bəzən asandır da, Allah yaratmayıb ki, insan özün cəhənnəm odundan xilas eləsin. Cəhənnəm odundan özün xilas eləmək qəhrəmanlıq deyil. İlahi qatda bu igidlik deyil. Sən niyə o odu qazanırdın ki, o oddan da özünü xilas eləyəsən? Bunu günahla qazanmısan. Günah eləmə, oddan xilas olacaqsan. Savab elə, məqamın yüksələcək. Hətta hədisdə buyurulur, Həzrət buyurur ardıca, buyurur 70.000 nəfərə şəfaət eləmək haqqı veriləcək qiyamət günü. Qəhrəmanlıq budur, igidlik budur, şücaətlik budur. İnsan özün xilas eləməyi o qədər də əhəmiyyət kəsb eləmir. Sən özünü xilas eləyirsən dünyada. Təkcə mən özüm bir həddə faydalı olsa da, müəyyən mərhələdən sonra insanın egoistliyinə gətirib çıxardır və dəlalət edir. İnsan özündən əlavə cəmiyyəti xilas eləməlidir. Ona görə Həzrət buyurur, əgər bir nəfər bu ayda sədəqə versə Allah yolunda, Allahın razılığını əldə eləmək üçün sədəqə versə, 70.000 nəfərə şəfaət eləmə haqqı qazanar qiyamət günü. Bu da mübarək Rəcəb ayında insanın yetişə biləcəyi ali dəyərlərdəndir. Allahümmə inni əstəşfi'u bikə iləyik. Ummu Davud duasından bir neçə misra deyirəm, cümlə deyirəm. Bir ilahi, səndən şəfaət istəyirəm sənə qarşı. Sən mənə şəfaət elə. Və bi kərəmikə ila kərəmik. Sənin kərəmindən sənin kərəmivə sığınıram. Sənin kərəmindən sənin kərəminvə sığınıram. Və bicudikə ila cudik. İlahi, sənin səxavətindən sənin səxavətvə sığınıram. Bu duanın mənası çox dərin, çox genişdir. Bu cümlələri demirəm, amma duanın ilə əvvəlindən axırına qədər. Əvvəldən başlayır Allahın adları, Allaha yalvarış, sonra salavat, peyğəmbərlərin adın, əzəmətli insanların adın, sonra gəlir Allahla birbaşa münacat, sonra Allahın xüsusi adların orada deyir. Ona görə İmam Sadiq əleyhissalam buyurdu, burada ismi əzəm var bu duada, imkan vermə hər adamın əlinə düşsün bu dua. Pis istəkləri bu dua vasitəsilə istəyər və bu duanın sözlərinə və ism əzəminə görə Allah onun istəyini qəbul edir. İlahi, sənin səxavətindən sənin səxavətvə sığınıram. Yəni sənsən də, hara baxıram sənsən. Mən kənarda da olsam elə sənin yanındayam. Mən sənə tərəf gəlsəm də sənə tərəf gəlirəm. Səndən uzaqlaşsam da yenə də sənə tərəf gedirəm.
ki, varlıq aləmində səndən başqa heç kəs yoxdur. Varlıq aləmin sən tamamilə əhatə eləmisən. Hara baxıram, evdir, çöldür, həyətdir, təbiətdir, dənizdir, dəryadır, yerdir, göydür. Ancaq sənsən, sənin əzəmətin bürüyüb bütün aləmi, bütün varlıq aləmini əhatə edib. Və bi rəhmətikə ilə rəhmətik. Sənin rəhmətindən, sənin rəhmətivə sığınıram. Sənin rəhmətivin vasitəsi ilə sənin rəhmətivi istəyirəm. Sənin kəramətin vasitəsi ilə sənin kəramətivi istəyirəm. Sənin səxavətivin vasitəsi ilə sənin səxavətivi istəyirəm. Və bi əhli taətik iləyik və səni itaət eləyən əhlin vasitəsi ilə səni istəyirəm. İlahi, sənsən bütün duaları qəbul edirəm. Sənsən gözəlliklər verən. Bu duanı imkanınız varsa oxuyun. Xüsusən həmin gündə və istəklərinizi istəyin ki, Allah Teala bu əzəmətli sözləri, cümlələri heç vaxt geri qaytarmaz və heç vaxt geri qaytarmayacaq. İmam Sadiq əleyhissalamın sözü ilə desək, bu dua qəbul olunmuş duadır. Yəni, hələ deyilməmiş, hələ icra edilməmiş bunun məqbulluğu, qəbul olunmasın Həzrət buyurur. Ona görə əzizlər, bu ayların qədrini bilək, bu günlərin qədrini bilək. Başqa sözlə desək, Rəcəb və Şaban Ramazan ayı üçün azan və iqamə rolunu oynayır. Necə ki, namaza, vacib namaza başlamamışdan təkid olunmuş müstəhəblərdən biri də azandır, ikincisi iqamə. Ramazan ayının da vacib orucu üçün müqəddimə, azan və iqaməsi Rəcəb və Şaban aylarıdır. Həzrəti Peyğəmbər salavatullah bir hədisdə buyurur, Rəcəb ayı və Şaban ayı hər ikisi mənim ayımdır. Ramazan ayı isə ümmətimin ayıdır. Rəcəb və Şaban, Rəcəb ayının başqa bir özəlliyi də var. Çünki bu ayda iki dənə mühüm, əhəmiyyətli, hələ sonuncu Peyğəmbərdən sonra mühüm məsələ baş verib, iş baş verib. Biri sonuncu Peyğəmbərin Peyğəmbərliyə çatdığı gündür. Məhz mübarək Rəcəb ayının 27-ci günündə baş verib. Peyğəmbər olaraq göndərilib dünyaya Həzrət. Və ikinci mühüm məsələ isə Həzrəti Əli ibn Əbi Talib əleyhissalamın dünyaya gəlişidir. Mübarək Rəcəb ayının 13-cü günündə Həzrət dünyaya göz açıb. Baxmayaraq ki, əvvəlki Peyğəmbərlərin də dönəmində xüsusi hadisələr baş vermişdi. Həzrəti Nuh Peyğəmbər məhz Rəcəb ayında gəmiyə minmişdi, qurtulmuşdu, ümmətin xilas eləmişdi, iman gətirənləri o bəladan, müsibətdən xilas eləmişdi. Allah'ın verək bu ayın ehtiramına, əzəmətinə bizləri dünya və axirət Peyğəmbər ali Peyğəmbərdən ayrı salmasın inşallah.